Qəbələ çempion oldu. O heyətdə olan uşaqların, futbolçuların demək olar ki, 50%-dən yuxarısını saxladılar. Hansı ki, özlərindən lazım olacaq, gənc və perspektivli. Bəli. İmişli ikinci yer tutdu. Premier Liqaya vəsiqə qazandı. O heyətdən Premier Liqada oynaya biləcək 50% futbolçunu saxladılar. Hətta Sinenko ilə Rover'ı da saxladılar legionerləri. Kərvan Yevlax Premier Liqaya vəsiqə qazandı, heyətinə heç kim qalmadı. Maraqlı faktdır. Bu günləri Kərvan Yevlax Premier Liqadan düşür. Maraqlı faktdır. Amma o iki komanda Premier Liqada ən azından biri garantiləyib Premier Liqada qalmağı, biri isə play-off oynayacaq. Böyük ehtimalla o da garantiləyəcək. Yəni burada nə önəmlidir? Burada önəmli olan məsələ o idi ki, o komandada Premier Liqaya vəsiqə qazanmış o futbolçular ki var idi ha. Onlar o xəyal gözü ilə baxırdılar o Premier Liqada oynamağa. Məncə Kərvan Yevlaxın bəli, ən böyük problemi oldu ki, oradan heç kimi saxlamadı. Hətta ən yaxşı əcnəbiləri Morgan idi. Onu belə saxlamadılar. Morgan bugün İmişlidə ən yaxşı futbolçulardan biri. Həqiqətən önəmli nöqtəyə toxundun. Seleksiyada çox ciddi səhvlərə yol verdilər.